إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Deməli, sizinlə əqidə dərslərini Allahın izniyle davam edirik. Yəni, sizinlə əqidə dərslərini keçirdik. Deməli, nə dərs keçmişdik sizinlə, kim deyər? Əqidənin xüsusiyyətləri. Əqidənin xüsusiyyətləri. Nə idi əqidənin xüsusiyyətləri? Üç qismə bölünür. Hansılardır? Deməli, dünya hədis elmi. Yox. Deməli, bir təvhid. Təvhid. Xəsaisul əqidə. Sonra təvqif. Təvqif yəni təvhid nədir? Yəni Allaha, ona xas olan şeyləri təkləşdirmək. Yaxşı, ikinci nədir? Təvqif. Təvqif nədir? Təvhid başqa demişdik, təvqif başqa. Yəni, əqidəni yalnız Quran və sünnədən götürmək. Quran və sünnə və yəni sahabə və tabiin fəhmindən götürmək. Və həmçinin əqidənin xüsusiyyətlərindən fitrətə, səlim fitrətə müvafiq olması və həmçinin şümuli olması, yəni bütün insanları əhatə etməsi əqidənin və həmçinin yəni əqidənin xüsusiyyətlərindən biri də odur ki, yəni əqidə elmi, İslam əqidəsi, Əhl-i-Sünnə və Cəmaatın əqidəsi, yəni heç bir ziddiyyət yoxdur onda. Elə deyilmi? Heç bir ziddiyyət yoxdur. Yəni ona görə bu əqidənin nə idi? Xüsusiyyətləridir. Və həmçinin əl-vasatiyyə, yəni orta ümmətdir. İslam ümməti digər ümmətlər arasında orta ümmət olduğu kimi və eləcə də Əhl-i-Sünnə və Cəmaat bütün firqələr arasında orta ümmətdir. Və sonra əqidənin əsaslarını götürmüşdük. Nə idi onlar? Allaha iman, mələklərə iman, kitablara iman. İman əsasları. İmanın əsasları. Sonra peyğəmbərlərə iman, qəza qədər iman, axirət gününə iman. Sonra nə götürmüşdük? Allaha imanın yəni növləri. Allahın rububiyyətinə iman, uluhiyyətinə iman, ad və sifətlərinə iman. Və həmçə Allahın mövcudluğuna iman. Yaxşı, bir nə kim yadında qalıbsa o desin. Allahın mövcudluğunu neçə şeylə ispat edə bilərik? Ki, Allah həqiqətən var. Birincisi fitrət. Fitrət, əhsən. Yəni, hər ikəsinin içində Allah sevgisi, Allah qorxusu olur. Elə deyilmi? Allah hər şeyi yaradıb, o hiss hamıda baş verir, olur. Allahın mövcudluğu. Sonra şəriət. Şəriət, yəni görürsən ki, Allah şəriətlər göndərib ümmətlərə çatdırır. Yəni, bu da göstərir ki, Allah Azə və Cəllə var və kitablar göndərir, peyğəmbərlər göndərir və bu ilə bərabər nəinki göndərir, yer üzərində insanlara qəbul qoydurur. Məsələn, yalancı peyğəmbərlər sayan yoxdur, kəzzəblər. Heç insanlar ona fikir də vermir. Yəni, amma peyğəmbərlər Allah Azə və Cəllə onlara qəbul qoydurur. İbrahim peyğəmbər kimi. İbrahim peyğəmbər bilinmir onun tarixi, nə vaxt olub, necə olub. Amma adı aramızda, demək olar, bütün dünya İbrahim əleyhissalam tanıyır. Yəni, görürsən, bu Allahın qüdrəti deyilmi? Və həmçinin İsmail əleyhissalam, həmçinin Musa əleyhissalam, həmçinin Muhammed sallallahu aleyhi və səlləm bizim peyğəmbərimiz. Və əslində biz bütün peyğəmbərlərə yəni, iman etmişik. Ki, onlar hamısı Allahdan olan rüsullar. Sümmə ərsəlnə rusulənə tətra. Sonra Allah Azə və Cəllə biz öz rəsullarımızı dalbadal göndərdik. Var, tətra nədir? Dalbadal. Var, yəni ni'amun tətra. Bu söz dedi, bu qayda yadıma düşdü. Yəni Allahın bizim üzərimizə olan neymətləri çoxdur. O neymətlərdən ən böyüyü də nədir? İnsanın müsəlman olması. Müsəlman olandan sonra Əhl-i-Sünnə və Cəmaatın firqəsində olması doğru, uğur qazanan, nicat tapan, hansı əqidəsini Qur'ana, sünnəyə, peyğəmbərinə bağlayan, xurafata, hər hansı bir insanlara, cəfəngiyyata, kiməsə yox, fikir ver, bu ümmət nə adlanır? Əhlül hədis, əhlül hədis, hədis əhli.
Sonra firqatun naciyə, uğur qazananlar, nicat tapanlar firqəsi. Və həmçinin Savadul Azam adlarından böyük toplum, Əhl-i Sünnə vəl Cəmaa, Peyğəmbər sallallahu əleyhi və səlləm yolunun əhli və cəmaat olan, haqq üzərində cəm olan insanlar. Və həmçinin bu əqidənin xüsusiyyətlərindən biri də nədir? İnsanları cəm edir. Heç vaxt parçalamır. Bax, o insan ki, gəldi parçalayır, bilin ki, o sünnə üzərində deyil. Nə üzərindədir? Bidət üzərində. Heç vaxt sünnə parçalamaz, heç vaxt. Əgər bir əqidə, bir fikir gəlib insanları parçalayırsa, o nədir? O bidətdir. Heç vaxt sünnə gəlsə, insanlar parçalamayacaq. Bu, yəni səhih sünnəni bidətdən, xurafatdan ayırmağın yox. Bax, təkfir gəlib həmişə parçalayıb. Deməli, səndə qayda olmalıdır ki, heç vaxt təkfir tərəfə getməyib. Çünki bu batil, bu həmişə parçalayıb. Təcrih gəldi nədir? Parçaladı. Təcrih də ona bidətçi, ona momeyi demək və s. Deyilmi? Görürsən, gəldi parçaladı. Heç vaxt sünnə ola bilməz. Heç vaxt. Çünki sünnə neynəsidir? Birləşdirəsidir, vallahi. Təbii ki, sünnə nə üzərində birləşdirir? Haqq üzərində birləşdirir. Sonra biz dedik ki, rububiyyət, uluhiyyət, ad və sifətlər haqqında danışdıq. Deyilmi? Bugün sizlə götürəcəyik Allahın izni ilə Sədd-i Zəriyə. Kim eşitib Sədd-i Zəriyə haqqında? Zərərləri dəf etmək. Yox. Zahirən oxşayır ama. Zərərləri daha Zərərlərə qarşı sədd çəkmək daha. Ay, sağ ol. Əhsən. Nəyə qarşı? Zərərlərə. Var Sədd-i Zəriyə. Var Fəth-ü Zəriyə. Deməli, Fəth-ü Zəriyə odur ki, Zəriyə nə deməkdir? Zəriyə o şeydir ki, sən o şeylə, yəni bir yola neynisən, vasitə açırsan. Fəth-ü Zəriyə deyəndə vasitəni açmaq sayılır. Sədd-ü Zəriyə deyəndə vasitəni bağlamaq, kəsmək. Sədd-ü Zəriyə harama qarşı olur. Misal üçün, Allah zinanı haram edir. Deyil mi? Yəni, bir qadınla bir kişinin nikahı olmadan yaxınlıq etməsini haram edib. Və bunu aparan yolları da neyniyib? Bağlayıb. Yəni, Sədd-ü Zəriyə deyilər. Misal üçün, Allah Azze və Cəllə buyurur, قُلْ لِلْمُؤْمِنِينَ يَغُدُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ Mömin kişilərə de ki, gözlərini naməhrəmə baxmaqdan çəksinlər və bununla da cinsiyyət üzvlərini haramdan qorusunlar. Görürsənіз, bu Sədd-i Zəriyə, baxmaq zəriyədir. Allah Teala baxmağın qarşısını kəsir. Və həmçinin Allah Azze və Cəllə buyurur ki, وَلَا تَقْرَبُوا الزِّنَا Zinaya yaxın durma. İnnehu kâne fâhişeten və səbîlə. Bu həqiqətən fuhuş, pis, murdar işdir və çox pis yoldur. Vallahi, çox, yəni, iğrənc yoldur zina. Allah azə çəkindirib. Demədi ki, zina etmə, dedi ki, vələ təqrab, vələ təqrabu. Dedi ki, yaxın durmayın. Yaxın durmursan, yəni onu aparan yolları neynisən? Yəni, kəsirsən. Ona görə, yəni, həmçinin Sədd-i Zəriyə, biz götürürük burada nəyin? Sədd-i Zəriyə, Sədd-i Zərai şirk. Şirkin Sədd-i Zəriyəsi. Biz tovhidi keçdik. Öyrəndik, tovhid nə deməkdir? Allaha xas olan şeyləri təkləşdirmək. Allaha xas olan şeylər üçdür. Bir rububiyyət, Allahın Rəbliyi. Allahın yalnız yaradan olması, yalnız idarə edən olması, yalnız mülk sahibi olmasını etiqad etmək, insan bilməsi və buna inanması. Bu nədir? Rububiyyət tovhidi, Rəblik tovhidi. Yəni, yalnız Rəbb odur. İdarə edən, yaradan və mülk sahibi. Bu, usul-ü rububiyyədir, elə deyilmi? Əsaslarıdır rububiyyətin. Amma Allahın feilləri çoxdur. Yəni, Allahın feillərini təkləşdirmək. Yağış yağdıran, ruzi verən, övlad verən, bəxş edən, insanı ucaldan. Yəni, kimdir? Rəbbimizdir. Buyursun, heç nə olmaz. Və həmçinin yəni, tovhidin növlərindən hansıydı? Allahın haqlarından uluhiyyə. Allahı ibadətdə təkləşdirmək. İnsan Allaha ibadət etməlidir. Çünki Allah insanı yaradıb, ruziləndirib, onu boş-boşuna buraxmayıb, ona rəsullar göndərib. Kim onlara itaat edərsə cənnətə düşər, kim ona asi olarsa cəhənnəmə düşər, Allah qorusun. Və ona görə uluhiyyə tovhid nədir? İbadətdə insan Allahı təkləşdirməsi. Biz ibadət edirik və ibadətimizi yalnız Allah üçün dua etmək, Allah üçün nəzir demək, Allah üçün qurban kəsmək, Allah üçün dua etmək, yalnız Allaha dua etmək. Allahdan qeyrisinə dua etmək olmaz.
قُلْ اِدْعُوا الَّذ۪ينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلَا يَمْلِكُونَ كَشْفَ الدُّرِّ عَنْكُمْ وَلَا تَحْوِيلًا. Peki siz Allah'tan qeyri dua etdiklərinizə, ilah zənn etdiklərinizə dua edin. Görək onlar sizdən bəlanı qaldırmağa və yaxud onu biraz yüngülləşdirməyə qadirdirlərmi? Ya dəyişdirməyə qadir yox. Kəllə vallah, xeyr, onlar ona qadir deyirlər. Ona görə Allah Teala həmin ayənin arxası Ulaikellezine yed'un yebtağun ilə rabbihumul vasilə. O sizin qəbirlərdə dua etdikləriniz, o babalar, o pirlər, o vəs. Onların özləri, əgər salih insanlar olublarsa, neyirlər? Özləri Allaha vəsilə axtarırlar. Eyyuhum aqrab. Hansı Allahın yaxın bəndəsi olacaq? Yarcuna rəhmətəhu və yaxafuna əzəbəh. Allahın rəhmətini istəyiblər, əzabından qorxublar Allahın. Onlar özləri Allahdan, sən ondan niyə istəyirsən? İnnə əzəbə rabbiki kənə məhzura. Sənin Rəbbinin əzabı nədir? Çəkiniləsidir, qorxulasıdır həqiqətən. Yəni sən də qorx, onlar da qorxub. Sən də Allahdan istə, onlar da Allahdan istəyir. Allah Teala nə deyir Quran-ı Kərimdə? Deyir, və izə səələkə ibadi anni fə inni qarib. Ki, qullarım mənim haqqımda səndən sorursa, mən onlara yaxınam. Ucibu da'vətə dəizə də'an. Kim mənə dua edəsə duasını qəbul edərəm. Qul innəmə əd'u rabbi və lə uşriku bihi əhədə. Cin surəsində, Quran-ı Kərimdə Allah Teala deyir, de ki, ey Muhammed, de onlara. Qul innəmə əd'u rabbi. Deyin, yalnız Rəbbimə dua edirəm. Bu Peyğəmbərin sözüdür Quran-ı Kərimdə. Və lə uşriku bihi əhədə. Ona heç nəyə şərik qoşmuram. Və Allahdan qeyrisinə dua etmək nədir? Şirkdir, Allah qorusun. Allaha ortaq qoşmaqdır. Babalardan, pirlərdən, ağaclardan, yəni adrəhələrdən istəmək Allah qorusun. Yaxşı. Sonra ad və sifətlər. Allahın bilirik ki, adları var. 99 adı var. 100-dən bir əskik. Yəni bu nədir? Allahın bütün adları deyil təbii ki. Yəni bir hədisdə gələn adı var. Kim onları sayarsa cənnətə daxil olar. Yəni saymaq nə idi? Onları bilmək, onları başa düşmək, onları mənalarını dəlat etdiyi şeylərlə əməl etmək. Bilirsən, Allah görürdü, pis iş görmürsən ki, Rəbbim məni görür. Rəbbim eşidir, Rəbbim qəlbimdə olandan xəbərdardır. Qəlbimdə pis şeylər fikirləşməyim, kiməsə qarşı pisliyi fikirləşməyim və s. Və həmçinin Allahın uca sifətləri var. Nədir Allahın sifətləri? Əziz qardaşlar, misal üçün Allahın istiva sifəti var, ucalmaq. Ərşin üzərinə ucalmaq sifəti var. Allah Azə və Cəllənin qəzəb sifəti var. Allah qəzəblənir, qullar yəni ona asi olanda. Həmçinin Allah Azə və Cəllə sevir yaxşı işlər görən qullarını. Bu sevmək sifəti var, elə deyilmi? Həmçinin Allah Azə və Cəllənin yəni nə sifəti var? Yəni çoxdur bunlar, çoxdur bu sifətlər, elə deyilmi? Gəlmək sifəti var, qiyamət günü gələcək. Və cəə rabbuka vəl mələku saffən saffə. Sənin qiyamət günü Rəbbin gələndə mələklər qorxusundan səf-səf dayanacaqlar. Yəni bu, yəni ki, yəni Allah Azə və Cəllənin sifətlərindəndir. Biz bunları nə edirik? Necə gəlib ispat edirik? Keyfiyyət vermədən, deyilmi? Bənzətmədən, necəlik vermədən, inkar etmədən, həmçinin başqa mənalara yozmadan. Aydın mı? Necə gəlib hoca? Quranda necədir elə ispat edirik? Məsələn, biz Quran əhliyik, biz sünnə əhliyik. Allah bizi Quran və sünnə əhli etsin. Və həmçinin gözəl qardaşlar, indi tohidi öyrəndiksə biz qısa neynədik? Xatırlama etdik, Həsən Şeyx. İndi nə etməliyik? Əksini də öyrənməliyik. Deyir ki, alimlər əşyaların əksi ilə, bir şeyin əksi ilə əksi bilinir. Aydın mı? Deyir ki, çünki əkslərlə insanlara bəyan olunur. İnsan əgər tohidi bilirsə, şirki də öyrənməlidir ki, tohidi tam kamil bilsin. Şirki öyrənməlidir ki, tohidi tam kamil bilsin. Nə deyilmi? İndi bu şirk nədir? Kim şirkin tərifini deyər? Şeyx Tural. Ortaq qoşmaq, Allah subhanətə. Allaha ortaq qoşmaq, bəli. Allaha rububiyyətdə, uluhiyyətdə, ad və sifətlərdə ortaq qoşmaq. Misal üçün necə olur? Əgər kimsə deyərsə ki, Allahdan qeyri yağış yağdıran var. Misal üçün ulduz yağış yağdırır. Elə deyənlər var. Bu an rububiyyətdə şirkdir, Allah qorusun. Yalnız yağış yağdıran Allahdır. Necə ki, Loğman surəsinin axırıncı ayəsində Allah Teala nə deyir? Deyir, deməli, qiyamətin qopmağı, qiyamətin nə vaxt qopmağı, bətinlərdə olan yağışın nə vaxt yağması, kimin sabah nə qazanacağı və kimin harada öləcəyi bilən kimdir? Yalnız Allahdır. Buna qeybin, yəni 5 açarı deyirlər.
Qeybin 5 əşarı Loğman surəsi axırıncı ayə, bax oxu, bax ayə. Qeybin 5 əşarıdır. Bunu yalnız Allah bilir. Baxsan ki, sabah sən elə bir pul gələsi yerin yoxdur, amma birdən Rəbbin sənə pul yetirir. Ya bu Allahın qeybidir. Və heç kimin ağlına gəlməz ki, filan kəs harada ölərdi. Görürsən, getdi, hansı başqa bir rayonda öldü, başqa bir ölkədə öldü, Samolyotda öldü, təyyarədə öldü və s. Allah bizə xeyirli ölüm nəsib eləsin. Yəni, iman üzrə Allah faydalı ömür nəsib eləsin hamımıza. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, xayrukum mən tali umruhu və həsunə aməluhu. Sizin ən xeyirliniz ömrü uzun olub, əməli gözəl olandır. Yaxşı, indi biz şirk nədir? Alimədir ki, tasfiyyətu qeyrillə billah fi şeyin min xasaisillah. Allaha xas olan şeylərdə Allaha başqasına ortaq qoşmaq. Və həmçinin insan Allahdan qeyrisinə dua edirsə nədir? Şirkdir. Çünki dua ibadətdir, ibadəti Allahdan qeyrisinə yönətmək şirkdir. Allahdan qeyrisinə nəzir verir. Allahdan qeyrisi üçün nəzir verir. Allahdan qeyrisi üçün qurban kəsir. Nədir bu? Allaha ortaq. Çünki qurban kəsmək, nəzir demək ibadətdir. İbadəti Allahdan qeyrisinə eləmək olmaz. Allah nə deyir Quran-ı Kərimdə? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları, bütün insanları nə üçün yaratmışam? Yalnız mənə ibadət eləmək üçün. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edirik, ey Rəbbimiz. Bu Fatihə surəsinin ayəsidir. Yalnız səndən istəyirik. Deməli, ibadət yalnız kim üçün olmalıdır? Allah üçün olmalıdır. Və həmçinin ad və sifətlərdə şirk necə olur? Misal üçün, bir kəs ətağadan qorxur. Və onda elə etiqad yaranıb ki, ətağa hər yerdə bunu eşidir. Və ya digər pirlər olsun, filan babalar olsun. Gedir Amerikaya, qorxur ətağadan, deyir, bir daha nə seçsəm eşitər məni. Bəlamı verər. Gedir Azərbaycana gəlir orada, gedir yəni Ərəbistana, gedir Afrikaya, gedir Rusiyaya, hər yerdə qorxur ondan. Hər yerdə söz deyəndə ehtiyat edir ki, birdən eşidər. Hər yerdə eşidən kimdir? Allah. Yoxsa Allaha tay tutub, bax. Eşitmə sifətində Allaha tay tutub. Görmə sifətində Allaha görür, bilir, ağam eşidir. Hətta türklərdə çoxdur bu. Neynirlər? Onların cürbəcür firqələri var. Hətta birisi danışır, deyir, yoldaşım, deyir, əlhəm bir tövbə edib, tövbə edəndən sonra deyir ki, yoldaşım yaxınlıq eləməyə qoymurdu ki, filan şeyx gəlib də görür burada, yəni buradadır, görür ona görə, yəni biz deyir, hətta fikir ver. Yəni öz halalı ondan neynə bilmir, ləzzət ala bilmir öz yoldaşından. Təsəvvür et. Çox, yəni böyük bir abırçılıq, şirkin bəlalarıdır bu. Ona görə şəriət şirki neynəyir? Qadağan edib. Allah Azə və Cəllə müşriklərin dilindəndir ki, Təllahi, in kunna ləfi zalalim mubin, iz nusavvikum li rabbil alemin. İz nusavvikum li rabbil alemin. Deyir ki, Allaha and olsun ki, biz açıq-aşkar zəlalətdə olmuşuq, o vaxt ki, Rəbbimizə başqalarını tay tutmuşuq. Dedim, onlar Allaha tay tuturlar. Biz açıq-aşkar azğınlıq içindəydik ki, uca Rəbbimizə, bizi yedirdən, içirdən, bizə xoşbəxtlik verən, bizə bəxş edən, göz verən, işıq verən, sağlamlıq verən, əl verən, ayaq verən Rəbbimizə qarşıyıq. Yəni, ona ortaq qoşuruq başqalarına. İbn Kəsir Rahimullah deyir ki, əgər Allah verirsə, niyə Allah'a başqasına ortaq qoşursan? Övlad verən Allah niyə başqasına ortaq qoşursan? Allahdır, hər şey bəxş edən Allah, Allahdan istər. Hamı Allaha möhtacdır. İn kullu mən fis-səmavati vəl-ard illə ətir-rəhməni abdə. Bütün yerdə və göydə olan hər şey Allaha qul olaraq gələcək qiyamət günü. Hamısı Allahın quludur. Amma insanlar görürsən, qulları nə edirlər? Qulları ilah edirlər. Subhanallah eləsin. Subhanallah eləsin. Allah Azə və Cəllə nə deyir? Deyir ki, وَاتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا. Deyir ki, onlar Allahdan qeyrilərini özlərinə ilah götürdülər. Onlar nə yarada bilməzlər, özləri də yaradılandır. Onlar deyir, nə özlərinə zərər verə bilər, nə fayda verə bilər. Nə deyir, onlar dirildə bilər, nə öldürə bilər, nə də insanları məhşər meydanına yığa bilər. Və lə nuşura. Fikir ver, o xüsusiyyətlər yoxdursa, niyə ondan qev istəyirsən? Ona görə şirkin baş vermə səbəblərindən biri nədir? Rububiyyət problemidir. Elə Şeyx Tural yoxsa yox? Bax, insanda rububiyyət problemi olmasa, uluhiyyət problemi olmur.
Yəni o qəbirlərə, o pirlərə, o sairələrlə gedənlər, onlarda rəblik iddiası var deyə gedib ondan istəyir ki, bilir ki, dəyişəcək, bilir ki, nə edəcək, aradan qaldıracaq. Yəni o fikir var onda. Ondan burada belə deyir. O alimlər ki, فَإِذَا أَرَدْنَا أَنْ نَقْتَعْ دَابِرَ الشِّرْكِ فِي الْأُلُوهِيَّةِ فَلْنَقْتَعْ دَابِرَ الشِّرْكِ فِي الرُّبُوبِيَّةِ. Biz əgər istəsək ki, insanlar Allahdan qeyrisinə ibadət etməsin, uluhiyyədə şirk etməsin, ondan qalx nə etməliyik? Rububiyyəni başa salmalıyıq ki, sizin qeyb dua etdiklərinizdə rububiyyət xasaisləri, xüsusiyyətləri yoxdur. Aydındır əziz qardaşlar. Aydın olursa çətindir. Aydındır. Deyim biraz asanlaşdırım. Ha? Çətin olur şeyx. Barakallah feyk. Soruşacağım amma. Maşallah. Allahümme bərik. Allah sənə bərik. Yaxşı, indi zəriyə. Zəriyə nədir? Zəriyə dedik ki, bir şeyə aparan yolların qarşısını kəsmək. Beləcə şəriət gəlir, nə etmək? Şəriət gəlib nəinki şirki qadağan edib, nə edib? Həmçinin şirki aparan yolları da qadağan edib. Elə deyilmi? Yaxşı, Allah Azə və Cəllə deməli, biz bugün 6 dənə zəriyə götürəcəyik. Şirkin zəriyəsi. Birincisi odur ki, bax, şirk necə meydana çıxıb. Bunlar səbəb olub ki, şirk yaranıb. Birincisi, əl-ğulub fis-salihin. Salihlər haqqında həddi aşmaq. Və o salihlər, övliyalar, peyğəmbərlər, babalar hamısı haqqında həddi aşılıb onlara rububiyyət xüsusiyyətləri verilib, ondan sonra onlardan nə ediblər? Ehtiyaclarını istəyirlər. Subhanallah. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem haqqında Allah Teala nə deyir Quranda? Deyir ki, qul innəmə ənə bəşərun mislukum. De ki, ey Muhammed, insanlara de ki, mən də sizin kimi bir bəşərəm. Yuha iləyyə. Mənlə sizin aranızda fərq nədir? Mənə vəhiy gəlir sadəcə. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemə vəhiy gəlir. Peyğəmbər idi. Vəssalam. Bax, bazarları gəzirdi. Ruzi qazanırdı. Ticarət edirdi. Evlənirdi, uşağı olurdu. Qəmi kətəri var idi. Qüssəsi var idi. Qeybdən heç nəyi bilmirdi. Alimul qeybi fələ yuzhiru alə qeybihi əhədə. Allah qeybi bilən heç kimə qeybini açmaz. İllə mən irtadam Rasul. Yalnız bəzi şeyləri bəzi rasullarına öyrədir. Deyir ki, de ki, əgər mən qeybi bilsəydim, Quran-ı Kərimin ayəsidir. Ləstəksavtu minəl xeyri və mə məssəniyyə su. Deyir ki, mən öz xeyirlərimi artırardım və mənə zərər toxunmazdı. Heç Peyğəmbər belə olmayıb. Necə insan Peyğəmbərdən başqaları üçün həddi aşa bilər? Məsələn, Allah Rasulü sallallahu aleyhi ve sellem ki, əgər mən qeybi bilsəydim, bilərdim ki, kim nəyə almağa ehtiyacı var, gedərdim onu, satardım onu. Qazanardım, dəstəksərdim, xeyr, xeyrimi artırardım. Bilərdim ki, filan kəsə filan şey lazımdır ki, burada dayanardım, verərdim ona, pul qazanardım və s. Xeyrimi artırardım və s. Başqa şeylər. Amma deyir, mən qeybi bilmirəm. Allah deyir. Yəni, salihlər haqqında həddi aşmaq nədir? Şirkin zəriyyəsi, şirki aparan yoldur. Ən birincidə harada baş verib? Nuh Aleyhisselamın qövmündə baş verib. Onlar ki, salihləri artıq şirkdilər. Şeytan dedi ki, onlar öləndən sonra onların heykəllərini qoyun, şəkillərini qoyun. Bax, görürsən, şəkil də nədir? Zəriyədir. Və ikinci biz götürdüyümüz şey, indi gələcək şəkil qabaqda. Deməli, onlar birinci heykəllərini qoydular. Dedi ki, hətta onları yanımızda hiss eləyək. Yəni, tutaq ki, bir salih, elm əhli olan bir qardaşımız vəfat edib. Biz onun heykəlini bura qoyuruq, ara bir baxırıq, deyir, subhanallah, Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Deyir ki, fələmmən nusiyəl ilmu. Deyir ki, o vaxt ki, elm unuduldu, deyir ki, ittəxaduhu əlihətən. Deyir ki, onları da ilahlar götürdülər. Yəni, onların nəvələri dedilər ki, bunlar, babalarımız buna ibadət edib. Abi, ibadət etməyiblər, ha. Yəni, o məclisə qoyublar ki, heykəldir, yadımıza salaq onları. Onlar bizə belə-belə nəsiyyətlər edib. O nəsiyyəti neynəyək? Xatırlayaq. Amma elm unuduldu, tohid unuduldu, ona görə tohidi yaymaq lazım. Ki, unudulmasın tohid. Görsən, fələmmə nusiyəl ilm, yəni nusiyyət tohid. Tohid unuduldu, onları ilahlar götürdülər. Və ondan sonra Nuh Aleyhisselamı Allah Azze və Cəllə göndərdi öz peyğəmbərlərinin, yəni öz rasulü kimi. Və həmçin ikinci şirkin zəriyyəsi nədir? İftitən bil qubur. Qəbirlərlə fitnəyə düşmək. Allah bizi qorusun fitnədən. Vallahi böyük fitnədir. Şirk əslində böyük fitnədir. Vallahi qardaşlar. Heç kim şirkdən əmin ola bilməz. İbrahim Teymi rahimehullah deyir ki: "Və men yəmenil bələ ba'de İbrahim." İbrahim peyğəmbərdən sonra kim bəladan əmin ola bilər?
İbrahim Peyğəmbər necə dua edir? Və cunubni və bəniyyə ən na'budəl asnam. Və cunubni və bəniyyə ən na'budəl asnam. ki, məni və övladlarımı, yəni bütlərə ibadət etməkdən qoru. Məni və övladlarımı bütlərə ibadət etməkdən, şirkdən qoruyur. İbrahim Peyğəmbər, İbrahim Teym Rahimullah deyir ki, İbrahim Peyğəmbərdən İmamul Hünəfə, Tevhidin imamı olub. Ondan sonra kim əmin ola bilər ki, şirkə düşməyəcək? Ona görə Allah bizi şirkdən və onu aparan yollardan qorusun. Yaxşı, qəbirlərlə fitnəyə düşmək necə olur? İttixaduhə məsəcidə. Deyir ki, onları məscid götürməklə. Qəbirləri görsən məscid götürüblər. Bu şirki aparan yoldur. Bu qəbirdə yatana ibadət edilir. Nəinki ibadət, onun yanı məscid tikiblər, məscidin içində ona ibadət edilir. Allah qorusun. Məscidlər nə üçündür? Allah üçün. Allah Quran-ı Kərimdə Cin surəsinin 18-ci ayəsindədir ki: "Və emmel mesacidə lillah, fələ təd'u ma'allahi əhədə." Məscidlər yalnız Allahadır. Allahla yanaşı başqasına ortaq qoşmayın. Məscidlər yalnız Allah üçündür. Allahla yanaşı başqasına dua etməyin. Həmçinin Allah Resulü sallallahu əleyhi və səlləm hədisdə buyurur ki: "Hələ fələ təttəxidul qubura məsəcida." ki, qəbirləri məscid götürməyin. Qəbirləri məscid etməyin. Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisidir bu. Fə inni enhaakum an zalik. Mən sizi bundan qadağan edirəm ey müsəlmanlar. Məscidlər, yəni qəbirləri yəni məscid etməyin. Bu İmam Müslimin rivayet etdiyi hədisdir. Həmçinin qəbirlərin üzərində bina tikmək. Nəinki qəbrin üstünə məscid tikmək, hətta adi bir bina tikmək. Baxırsan bu gün hətta 4 dənə dirək bastırırlar üstünü, kriş edirlər, tavan edirlər. Bunun özü də qadağan olunan şirki aparan yollar, türbə tikirlər. Əhsəntum. Bu türbədir, bu şirki aparan yoldur. Subhanallah, bir qəbirstanlığın yanından keçdik, gördük onu. Yəni təəccübləndim, yəni həqiqətən çox pis şeydir. Yəni ki, qəbirlərin üzərində türbə tikmək, Allah qorusun. Yəni orada nəyə görə təəccübləndim? Deyərsiz ki, bizdə çox nəyə təəccüblənirsən? Yəni bütün qəbirstanlıq elə idi. Biri var ki, qəbirstanlıqda görsən bir dənə, 2 dənə var. Biri var ki, bütün qəbirstanlıq yəni türbə idi, Allah qorusun. Və həmçinin bunun dəlili nədir? Allah Resulü sallallahu əleyhi və səlləm Əli radiyallahu anhunu göndərəndə İmam Müslimin rivayet elədiyi hədisdə deyir ki: "Ələ təd'u timsalən illə tamasdə." Elə bir heykəl görməyəsən ki, onu yəni sınıq-sınıq etməyəsən, sındırmayasan. "Və la qabran mushrifan illə savvayta." Elə bir şərəfli qəbir görməyəsən ki, onu neynəyəsən? Düppədüz etməyəsən. Yəni şərəfli insanlar artıq ona ibadət edirlər, o qəbri düppədüz et. Yəni buna kimə deyib? Allah Resulü sallallahu əleyhi və səlləm Əli, İmam Əli radiyallahu anhuya. Yəni Əliyə imam demək olar? Olar. Ha? Olar. Əslində yaxşı şey deyil. İmam deyirsənsə Əli radiyallahu anhuya. Gəl Abu Bakra da imam deyirsən. Umara da imamdır. Osman imamı isə Əli radiyallahu. Hamısı imamdır. Amma xüsusiləşdirmək rafizlərin əməlidir. Kim xüsusiləşdirib? Rafizlər. Niyə Abu Bakra imam demirsən? Niyə Umara imam demirsən? Ancaq Əliyə deyirsən imam. Əli də imamdır. Osman da imamdır. Umar da imamdır. Abu Bakr da imamdır. Aydın, hamısı imamdır əslində. Amma xüsusiləşdirmək bu rafizlərdən bizə Allah qorusun bəzi insanlara keçib, yəni Allah biz ondan qorusun. Yaxşı, sonra 3-cü qəbirlərlə fitnənin səddi zəriyəsi odur ki, şəddir rihəl iləyhə, qəbirlərə neynəmək? Ziyarətgaha getmək. Qəbirlər üçün ziyarət getmək. Peyğəmbər sallallahu aleyhi və səlləm Buxari Müslimin rəvayətində, muttəfəqun aleyhdir. İmam Buxari və Müslimin rəvayətində nə deyir? Deyir ki, Ələ təşuddur rihəl illə ilə sələs məsəcid. Deyir ki, siz yalnız 3 məscid üçün ziyarətgaha gedin. Haradır? Kəbə məscidi. Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbri yox ha, məscidi. Diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbri ziyarətgah deyil, məscidi ziyarətgah. Sadəcə İbn Umar radiyallahu anhumənin, yəni sahabinin əməlinə uyğun olaraq sahabi gələrdi, deyər ki, Esselamu aleykum ya Resulullah, Esselamu aleykum ya Abu Bakr, Esselamu aleykum ya Umar. Yəni üçünə də salam verərdi. Biz də sahabənin etdiyi əməli edirik, çünki sahabə yəni Allah Azze ve Celle seçdiyi insanlardır və onların, necə ki Allah Azze ve Celle buyurur ki, فَاِنْ آمَنُوا بِمِسْلِ مَا أَمَنْتُمْ بِهِ فَقَدْ اِهْتَدَوْا. Siz onların etdiyi kimi etsəz, siz hidayət olarsınız. Yəni onların imanı kimi iman etsəz, siz hidayət olarsınız. Bu qəbirlərlə iftitahın zəriyəsi idi. 3 şeydir. Nə idi? Qəbirləri məscid götürmək, onların üzərində nəsə tikmək və həmçinin qəbirlərə ziyarətə getmək. 3-cü ziyarətgah haradır?
Qüds, Məscid-ül Aqsa, Qüds. Allah Azza və Cəllə Yahudilərin zülmündən xilas etsin oranı. Yaxşı. Üçüncü zəriyədən yəni şirkin zəriyəsindən üçüncü. Və birinci Xuluf-i Salihindir, ikinci İftitən bil Quburdur. İftitən bil Quburu 3 yerə böldük. Məscid götürmək, bina tikmək, bir də ziyarətə getmək. Bu ikinci. Üçüncü nədir? Müşriklərin etdiyi əməllərə uyğun əməllər etmək. Müşriklərin etdiyi əməllərə uyğun əməllər etmək, yəni insanı şirkə aparan yollardandır. Çünki müşriklər görürsən ki, nə eləyir, axırda səni aparır, nə eləyir? Görürsən, qəbrin üstündə saxlayıb səni. Və yaxud da səni aparıb Allahdan qeyrisinə ibadət elətdir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm Buxari Müslim hədisində deyir ki, xaliful müşrikin, müşriklərə müxalif olun. Xalifu el-müşrikinə, müşriklərə müxalif olun. Hədisi Buxari Müslim rivayet edib. Həmçinin təsvir, şəkillər. Şəkillər, yəni Allaha, yəni şirkə aparan yollardandır. Hansı ki, ona görə necə dedik ki, Nuh əleyhissalamın qövmü birinci heykəllə başlamışdı Allahdan qeyrisinə ibadət etməyə. Deyir ki, bunun da dəlili nədir? Bu da Buxari Müslimin rivayətində gələn hədisdə "Ulaika izə mətə fihim racul salih banu ala qabrihi məscidə." Bir onlar, yəni nəsranilər. Onlardan bir kişi, salih bir kişi ölərdisə, onun qəbri üzərinə məscid tikərdilər. Və savvaru fihi tilkə suvara. Orada yəni surətlər, şəkillər çəkərdilər. Ulaika şirarul xalqi indallah. Onlar Allah qatında ən şər məxluqlardır. Bunu kim deyir? Peyğəmbər sallallahu əleyhi və səlləmin sözüdür bu. Yəni deməli Allah Resulü sallallahu əleyhi və səlləm iki zövcəsi Həbəşistana hicrət etmişdi. Elə deyilmi? Ümmü Sələmə ilə Ramlə radiyallahu anhə. Onlar gəldi, ya Rasulullah, biz onlarda kilsələr gördük və o kilsələrdə şəkillər var idi. Onlar deyir, Allah Resulü sallallahu əleyhi və səlləm, "Ulaika izə mətə fihim racul salih banu ala qabrihi məscidən." Onlarda bir salih kişi öləndə onun qəbri üzərində məscid tikirlər. Bu əməl bizə keçib yoxsa yox müsəlmanlara? Keçib. Baxırsan ki, subhanallah, məscidlərdə qəbirlər var. Bu əhli kitabın, kafirlərin yolu olur. Bizim müsəlmanlarda belə şey olmuyor əvvəl. Olmuyor. Məscid Allaha ibadət üçün, məscid qəbristanlıq deyil. Hətta Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, "La təttəxidu buyutakum məqabira." Deyir ki, öz evlərinizi qəbristanlıq kimi götürməyin. Yəni orada namaz qılın, ibadət edin. Yəni fərz namazların hamısını məsciddə qılırsınız, sünnətləri gəlin evdə qılın. Yəni çünki qəbristanlıqda namaz qılmaq olmaz. Deməli qəbir olan yerdə namaz qılmaq olmaz. Bax bu boyda hədislər deyirik yəni. Hamısını Allah Resulü sallallahu əleyhi və səlləmə səhih ümmətin qəbul etdiyi hədislərdir. Subhanallah. Və həmçinin şirkin zəriyələrindən əlfaz şirkiyyə, şirk ləfizləri, şirki aparan, yəni Allahdan qeyrisinə and içmək. Bilirsiniz ki, hədisdə gəlib ki, "Mən hələfə bi qeyrillah fəqad kəfərə əv əşrəkə." Yəni bu hədisdə İmam Tirmizi rivayət edib. Deməli, deyir ki, əgər kim Allahdan qeyrisinə and içərsə, ya şirk qoşmuşdur, ya da küfür etmişdir. Bu hədisi İmam Albani rahimehullah gətirir ki, şirklə küfür eyni şeydir. Görsən deyir, ya şirk edir, ya küfür. Yəni, şirk, küfür eyni şeydir. Yəni arasında heç bir fərq yoxdur. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisdə buyurur ki, "Mən kana halifan felyahlif billahi və liyasmut." Əgər kim and içərsə, yalnız Allaha and içsin ya da sussun. Yalnız Allaha and içsin ya da sussun. Deməli, Allahdan qeyrisinə and içmək nədir? Allah Resulü deyir ki, şirkdir. Amma hansı şirkdir? Kiçik şirkdir. Əhsən. Kiçik şirk. Maşallah. Abdurrahman. Və yaxşı, həmçinin şirki aparan yollardan ət-tasfiyyətu fil məşiə. Yəni, istəməkdə Allahla yanaşı başqasını qoymaq. Yəni, فَقَوْلُهُ لِمَنْ قَالَ لَهُ مَا شَاءَ اللّٰهُ شَيْءٍ. Bir kəsə deyirsən ki, Allah və sən istəsən. Allah və sən istəsən nədir? Şirkdir. Necə deməlisən? Allah sonra sən istəsən. Allah və sən istəsən, sən yan-yana qoydun. Yox, Allah sonra sən istəsən, sonra dinən. Yəni, yoxsan, buna yalnız iman əhli diqqət edir. Allahla, yoxsan, iman əhlinin ədəbi kimi heç vaxt başqalarının ədəbi ola bilməz. İman əhli ona görə həmişə istəyir ki, Allaha razı salsın və Allahın razı qalmadığı şeyləri etməsin. Bu, Allahla olan ədəbdir.
Ona görə insan əgər Allahla olan ədəbi güclənərsə, digər insanlarla olan ədəb də güclənər. Ona görə alimlər deyirlər ki, əgər insanlarla insanın ədəbi yoxdursa, Allahla da deməli onun ədəbi yoxdur. Çünki Allah insanlara əmr edir ki, وَقُولُوا لِلنَّاسِ حُسْنًا İnsanlara gözəl söz deyin, insanlarla gözəl rəftar edin. Kim olur olsun, hətta kafir olsa belə, hətta müşrik olsa belə. Bax, müşrikə, kafirə nifrət etmək başqa bir şeydir. Müşriki, kafiri sevməmək başqa bir şeydir. Amma zahirdə oynan, gözəl rəftar etmək təmiz başqa bir şeydir. Bəzən biz qarışdırırıq. O, hətta bidətçi belə. Yəni, bidətçidir. Sən ona daxildə nifrət edə bilərsən, amma zahirdə sən onu eləməlisən, gözəl rəftar eləməlisən, əxlaqlı olmalısan. O sənin daxilindəki şey heç vaxt zahirə çıxmamalıdır ki, sən ona qarşı şiddət göstərəsən, həddə aşasan. Çünki müsəlman əxlaqı ilə seçilməlidir, davranışı ilə seçilməlidir, böyüklərə hörmətlə, kiçiklərə mərhəmətlə seçilməlidir, vallahu aləm. Həmçinin Allahdan qeyrisinə kovni işləri, yəni nisbət etmək şirkin zəriyyəsindəndir. Az qalıb inşallah bitirirəm. Çox yormayacağım sizi, Allah sizə bərəkət versin. Deməli, necə, misal üçün Allah Resulü sallallahu aleyhi ve sellem bir dəfə sübh namazını qılır və sonra insanlara tərəf çevrilir və deyir ki, Allah dedi ki, mənim qullarımdan bəzisi kafir oldu, bəzisi mömin oldu. Əgər kim desə ki, yağış yağandan sonra, bunu sübh namazını qılır, gecə yağış yağır, şiddətli. Əgər kim desə ki, filan ulduza görə yağış yağdı, filan ulduza görə yağış yağdı, mutirnə bi kəzə, filan ulduza görə yağış yağdı bizə, deyir, kəfərə bi mu'minun, kəfirun bi mu'minun bil kəvakib. O mənə küfr edən və ulduzlara iman edəndir. Amma kim desə ki, mutirnə bi fadlillahi və rəhmətihi, mu'minun bi kəfirun bil kəvakib. Mənə iman etdi, ulduzlara küfr etdi. Yəni, insan yağış yağandan sonra nə deməlidir? Mutirnə bi fadlillahi və rəhmətihi. Allahın rəhməti ilə, fəziləti ilə bizə yağış yağdı. Bu da sünnədə varid olan hədislərdən biridir ki, yağış yağandan sonra bu duanı edirsən. Və həmçinin hansı dua var yağış yağanda? Allahümmə sayyibən nəfi'ə. Allah bizə bol xeyirli yağış nəsib edir. Və yaxşı, sonra deməli biz götürdük nəyi? Salihləri şirtmək. Sonra qəbirlərlə fitnəyə düşmək. Sonra müşriklərə oxşamamaq, şəkillər, təsvirlər, heykəllər, bu da şirkə aparan yollardır. Və sonra şirk ləfizləri, onlardan deyir ki, Allahdan qeyrisinə düşmək və Allahla yanaşı kimisə qoymaq, deyilmi? Və sonra Allaha nisbət olunan şeyi başqasına nisbət etmək, bu da şirk ləfizlərindəndir. Yəni, demək ki, filan ulduza görə bizə yağış yağdı, bu şirk, yəni Allahın lütfü ilə, fəziləti ilə yağıb yağış. Yağış yağdıran kimdir? Allah Azə və Cəllə. Dördüncüsü, əl-əməl şirkiyyə. Şirk əməlləri. Qısaca olaraq buna toxunaq. Birincisi, lübs xaytlin dəf'il bələ və raf'ihi. İki, bir bəlanı dəf etmək və ya bəlanı qaldırmaq üçün neyləmək? İp bağlamaq. Subhanallah, ip sənə neynəyəcək? Heç olmasa ağılla bir düşünmək lazım. İp səni nədən qoruya bilər? Nə zərər verə bilər, nə fayda verə bilər? İp, kəndir. Allah-u akbar. Elə qorunsa ondan heyvanlar ən çox qorunan olur. Çünki ən yoğun ip heyvanların boynunda olur. Düzdür ya yox? Allah. Ona görə Qüdsi hədisdə, üzr istəyirəm, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir kişini görür, onda yəni ip olur, deyir ki, əlində ip olur, deyir ki, qalə minəl vahinə, bu deyir ki, vahinədir, qalə inzi'hə, deyir onu dart çıxar, qopart onu, çıxart onu, sök onu, fə innəhə lə təzidükə illə vahnən, bu deyir, sənin ancaq vahnıvı, bəlavı artıracaq. Yəni, o iplər insanların bəlasını artırır ancaq, heç nədən də qorumur. Dedi ki, fə innəkə ləv mittə və hiyə aleykə məfləhtə əbədə. Əgər sən ölsən, o sənin əlində olsa, heç vaxt əbəd nə yeməzsən, nicat tapa bilməzsən. Deməli, o onları bağlayan insanlara o şeyi qaldırmır, bəlanı qaldırmır, əgər dəf etmir. Əgər onunla insan ölərsə, Allah qorusun, nicat tapmaz. Çünki o nədir? Şirkdir. Şirkliyi haradadır? Bəlanı dəf edən, bəlanı qaldıran kimdir? Allah. Bu deyir ki, ip məndən bəlanı qaldırır.
Bu Allaha şərik qoşmaq deyil, nədir bəs? İpi Allaha şərik qoşmaq deyil, nədir? Və həmçinin ikinci təliq-i təməim, boyun bağlar asmaq. Təməim, təmimənin cəmidir. Xüsusən uşaqları asırlar nə ilə? Muncıqdan və həmçinin buynuzdan və həmçinin dişdən düzəldirlər. Yəni asırlar uşaqların boynuna ki, uşağı gözdən, sehirdən və s. qorusun. Bu da nədir? Şirk. Yəni Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, İnna ruqa və təmaimə və tüvalətə şirkun. İnna ruqa və təmaimə və tüvalətə şirkun. Ruqya, təmaim, tüvalə şirkdir. Yəni, nə deməkdir ruqa? Şirk ləfizlərinə ruqya etmək. Yəni, Allahdan qeyrisini çağıraraq ruqya etmək. Bu nədir? Şirkdir. Misal üçün, biridir ki, ya baba, sən özün şəfa ver. Ya baba, sən özün şəfa ver. Bu nədir? Şirk. Batil ruqyadır bu. Haram ruqyadır. Şirki ruqyadır. Haradakı ruqyaya qadağa gəlib şəriətdə, bil ki, bu ruqyadan söhbət gedir. Bax, qayda. Haradakı la ruqyətə illə fi aynin avhumə. Bizə gəlsə gəlib ki, yalnız ruqya nədə var? Qızdırmada və göz değmədə. La ruqyətə. Yəni, o la ruqyəti nəyi? Haram və şirki ruqyalardan söhbət gedir. Aydın mı? Haram və şirki ruqyalardan. Həmçin, ola bilər kimsə insan haram olan şeylərlə, məsələn, donuz piyi ilə ruqya edir. Olar eləmək? Sürtür ruqya edir. Sürtür. Nədir bu? Haram olan ruqyadır. Və həm şirk olan ruqya da dedik ki, filan kəslərin adını çəkməklə, babaların və yaxud da kimsələrin Allahdan qeyrilərini çağırmaqla ruqya etmək nədir? Şirk. Və yaxud da nəsə saplar, iplər, yəni, nə bilim, oxlar, filan şeylərlə nə demək? Yəni, kiməsə bağlamaq, kiməsə vermək, kiməsə sürtmək ki, yandırıb vurmaq və s. cürbəcür şeylər edərək şirki ruqyalar etmək haramdır. Şirkdir onlar. Çünki nəyə görə şirk deyirik? Çünki şirk tərəfi odur ki, yəni insandan bəlanı qaldıran, insandan dəf edən, vəziyyəti dəyişdirən kimdir? Allahdır. Bu deyir ki, onlar dəyişdirəcək. Yəni Allahdan qeyri təsir qüvvəsi qoyduğu üçün Allaha ortaq qoşur. Aydın mı? Əgər deyərsə ki, bu səbəbdir, bunlar səbəbdir, o nə olur? Kiçik şirk. Yəni deyir ki, bu səbəbdir. Misal üçün deyir, üzərlik yandırıram, göz değmir. Bu nədir? Səbəb götürür onu, elə deyil mi? Səbəb olmayan şey, səbəb götürmək nədir? Kiçik şey, çünki təsir qoyur üzərliyə. İsbat elə harada gəlib Quranda, sünnədə? Qeybdən xəbər versən ki, o təsir edir, gözün qarşısını alır. Elə deyə yox. Deməli, onu ispat eləmək üçün onu Qurandan və sünnədən. Çünki qeybdir bu. Nəyə ehtiyacı var? Dəlilə ehtiyac var. Ay sağ ol. Həmçinin o təməimlər, muncuqlardır, buynuzlardır və yaxud dişlərdir, asan insanlar var. Onlara da biz deyirik və yaxud saplardır, düyün vururlar, 3 dənə düyün vururlar. Yəni qırılsa sənin arzun yerinə yetirecək və s. Bunlar hamısı şirkdir. Çünki təsir qoyur, Allah qorusun bunlar. Yaxşı, sonra nə deyir? Tivalə nədir? Tivalə. Tivalətə şirkun. Ruqa bildik, təməim bildik. Təməim boyunbağı da uşaqlara asılan muncuqdan və s. şeylərdən qorunmaq üçün. Bu da deyir ki, Allaha şərik qoşmaqdır. Çünki bəlanı insandan Allah qaldırır. Bir qaldı tivalə. Tivalə nədir? İplərə kişi qadını çox sevsin deyə nə etmək? Sihir edərək oxumaq. Bu nədir? Allah Rasulü tivalə şirkun. Tivalətə şirkun. Yoxsa nə qədər insanlar var, cadugarlar edirlər. Yəni kişiləri qadınlara bağlayırlar. Elə deyilmi? Yəni o görsən kişi qadından əl çəkmir. Bu şirkdir. Allah Rasulü deyir ki, Allahdan qorx. Bu şirkdir. Allaha ortaq qoşmaqdır bu. Yaxşı. Və həmçin tatayyur və təşəum. Tatayyur, təşəum nədir? Allah Rasulü sallallahu aleyhi ve sellem Abu Davudun və Tirmizinin rivayət etdiyi hədisədir ki, ət-tatayyuru şirkun, ət-tatayyuru şirk. Tatayyur şirkdir, tatayyur şirkdir. Yəni tatayyur nədir? Pişik qabamdan keçdi, vəziyyət dəyişəcək. Nə bilim, filan şey oradan düşdü, kimsə qabama keçdi, nəsə olacaq. Yəni, səbəb olmayan şeyləri səbəb götürməkdir bunlar. Yəni, səbəb olmayan şeyləri səbəb götürmək nə dedik? Şirkdir. Allah Azze və Cəllə bizi şirkdən onun zəriyyəsindən qorusun. Və bizi tohidlə ucaqsın. Və bizi tohidə əməl etməyə məvfəq etsin. Və axiru da'vana enilhamdülillahi rabbil alemin. Subhanəkəllahum hamdik. Əşhədu an la ilahe illə əntə əstəğfiruka və ətubu ileyk. Və sallallahu səlləm alə nəbiyyina Muhammedin və alə alihi və səhbə əcməin.